Buta Studio gözəllik işləri ilə sizə qonaqdır. Təqdimat saç və vizaj ustası Məxmurənin şıltaq obrazı ilə başlayır. Bu işdə geyim, aksesuar və hər nüans nəzərə alınıb. Buruqlu saç düzümü yığılıb, 2 uzun tel ayrılıb. Məxmurə yay dəbinə uyumlu, rəngli göz makyajı edib. Libasdakı yaşıl çalar gözdə əks olunub. Dodaq boyası obrazı tamamlayan sonuncu addımdır. Studiodan növbəti stilist qonaq Miradır. Usta taclı duvaqlı topuz saç düzümü yığıb. Bu düzümdə vurğulanası tərəf tacdır. Avantqard tacla ahəng yaransın deyə Mira makyajı sadə edir. Gəlin obrazı mükəmməldir. Hicablı xanımların da bəzək-düzək məkanı elə Buta Studiodur. Baş bəzəyi və makyaj salonun bacarıqlı ustası Gülzara məxsusdur. Studiodan ulduz qonağımız da var. Elza Seyidcahan. İzlədiyiniz bu saç düzümü müğənninin və Gülzarın ortaq fikridir. Ulduz xanım fərqli imicini bu salonda tapır. Sonda da görünür Gülzarın əl işindən son dərəcə məmnundur. Studionun saç vizaj ustası Sevinç də öz üslubuna xas gəlin obrazı bəzəyib. Tünd göz makyajına çəhrayı dodaq boyası seçilir. Sevinç yığdığı maraqlı saç düzümünə duvaq əlavə etməyi də lazım bilir. Buta Studioda əllərinizin zərifliyinə də qovuşa bilərsiniz. Manikür ustası Toma əl baxımı üzrə peşəkar və zövqlüdür. Pedikür işini də yaxşı bacarır. Buta Studio, gözəlliyinizi yaratmaq və yaşatmaq adına onu seçin.